Salam dəyərli şagirdlər, mən Həşimzadə Kəminə, Eylər Akademinin ingilis dili müəllimiyəm. Bu günlərdə sizinlə buraxılış sınaq 2-nin ingilis dili suallarını müzakirə edəcəyik. Gəlin, vaxt itirmədən suallarımıza başlayaq. Deməli, birdə deyir ki, why did pineapples become a symbol of luxury in Europe? Avropada nəyə görə dəbin simvoludur bu ananaslar? Gəlin bu hissəyə baxaq. Altına xətt çəkmişəm əvvəlcədən ki, vaxt itirməyək. Bax, deyir ki, because of qırmızı hissəyə baxın, because of their exotic and rare nature, pineapples became a symbol of hospitality, good luck and luxury. Yəni, bu sualın cavabı burada olduğuna görə, təbii ki, avtomatik olaraq biz birdəki cavabımızı götürəcəyik A variantı. 2-də deyir ki, pineapples don't ripen after being picked, so... Okay, cümlənin tamamlanmasına baxacağıq burada. Nə olacaq variantımız? Burada fikir verin, yaşıl hissədə yazmışam. Altına xətt çəkmişəm. Pineapples don't ripen after being picked. Aha, so they must be harvested at the right time. Düzgün vaxtında bu nə etməlidir? Toplanmalıdır. O səbəbdən götürəcəksən A variantını. Yəni, düzgün vaxtda böyüdülməlidir də həmçinin, yəni. Növbəti hissəyə baxırsan, yəni B-yə baxırsan ki, they can grow in cold climates, bu haqda məlumat yox idi. They are usually eaten before they are sweet, bu haqda da məlumat yoxdur. They can continue ripening in storage və yaxud da they are only used to, only sözünün ümumiyyətlə hər zaman nə edirsiniz, ehtiyatda olursunuz. Burada mən variantı səhv yazdım uşaqlar. Yəni, düzgün belə deyim, cavab dedim, amma variantı səhv yazdım. Bir də olacaq B variantı. 3-ə baxıram. Where's the passage mainly about? Dinləmə nə haqqındaydı? Təbii ki, bilirsiniz ki, ananas haqqındaydı. Onun yeməkdə olan işləmə qaydasına söhbət getmir. Bütün faydalarından söhbət getmir. Ümumiyyətlə, bütün meyvələrdən söhbət getmir. Bir dənə ananasdan danışılır. Həmçinin evdə onu nətər əkmək olar? Bu da olmaz. Və different tropical fruits olmaz. Çünki bir dənə meyvədən danışılırdı. Ona görə sən Y variantında çıxırsan, variantın olacaq C variantı. Və 4-də deyir ki, doğru və yanlış fikirləri seç. Pineapples are low in calories and rich in vitamins. Bu haqda məlumat var idi. Yəni, birdə götürəcəksən A variantı. And pineapple plant starts giving fruit in 1 month. 1 month deyildi. Baxın, dairələmişəm. Takes about 3 years olmalıdır qara dairələdiyim hissədə. O səbəbdən biz B variantı götürürük. Yəni, bu yanlışdır. Bu hissə yanlışdır. Pineapples were once seen as a symbol of hospitality and good luck. Bəli, bu hissəyə biz bayaq toxunmuşduq. Doğrudur. Mixing pineapple with milk may cause stomach discomfort. Bəli, bu da doğrudur. Ona da baxaq. Son hissələrdə olmalıdır. Səhv eləmirəmsə, bəli. Bənövşə hissəyə baxın. However, mixing pineapple with milk can cause stomach discomfort. Ona görə biz bu variantımızı da doğru götürəcəyik. Ümid edirəm ki, dinləmədə bir çətinliyimiz olmayıb. Short tekstlərdə biraz tricky suallar var idi, amma digər ümumi uzun mətndə məncə problem yox idi. 5-ə baxıram. Deyir ki, I'm running late for my dentist appointment. Yəni, belə deyim, həkimə yazılmışam diş həkiminə, zəhmət olmasa mənim ofisimin açarını Saranın yerinə deyir, qoya bilərsən sən marketə gedəndə. I'll call you to reimburse the taxi fare. Yəni, mən nə edəcəm? Sənin taksi pulunu da nə edəcəm? Geri ödəyəcəm. Çox sağ ol, təşəkkürüm bildirir. Yəni, burada əsas nədir? İşi düşüb də. Emma'nın Alex'e işi düşüb, belə deyim, Lauridildə. İndi variantlara bir-bir baxaq. Take Emma to her dentist appointment. Xeyr, Emma'dan belə bir şey xahiş etməyib. Emma özü gedir həkimə. Leave Emma's keys at Charles' house after shopping. Bəli, bu sən deyirdi. Deyir ki, sən supermarketə gedəndə qoya bilərsən. Bəli, B variantı ola bilər. Buy groceries and leave them at Emma's office. Yəni, heç zat deməyib ki, ona ki, nəsə al grocerydən və get onun ofisinə qoy. Bu da yoxdur. Onun pulunu ödəməyi də deməyib. Emma'nın pulunu yox. Emma özü Alex'ə deyir ki, sənin taksi pulunu da özüm ödəyəcəm. Və deməyib ki, Emma'nı sən supermarketdə gözlə. Bu haqda da məlumat yox idi. 6-da deyir, on Saturday all my electronics will be 30% off. The discount applies only, bax, only sözün altına xətt çək, in store and cannot combine with the other offers. And a lucky customer will win a free Bluetooth speaker at 7 p.m. management. Burada fikirlərə baxırıq bir-bir. This sale is valid for only purchases only.
Ancaq online deyildi, ancaq əyani idi, yəni store-un mağazanın içərisində idi. A yanlışdır. Discounts can be combined with other promotions. Cannot be deyir, burada diqqətli ol. Bax, inkara fikir ver, burada cannot be olmalıydı. Bax, görürsünüz, digər hissələr düppədüzdür. Sən təsdiqliyinə və inkarlığına mütləq şəkildə fikir ver. C-yə baxırsan, the free speaker will be given away at 7 p.m. bu ola bilər, çünki baxın son hissədə deyir. Lucky customer will win, yəni ən burada uğurlu olan müştəri free Bluetooth speaker-i saat 7-də qazanacaq. Yəni burada C doğru ola bilər. D-də deyir ki, the sale covers every product. Bütün produktlara aid deyildi. Çünki burada sadəcə nədir? Small electronicslərə aid idi bu. Ona görə də fikir verin, söz oyunudur və rahat çıxılası variant Y idi. Çünki gördüyünüz kimi 30% deyir. Burada 50% endirmə olduğunu yanlış şəkildə vurğulayır. 7-ci sual öyrədici sual idi. Çünki burada gözəl sözlər var. Due to recurring back problems, yəni yenidən problem yaranıb bunun səhhətində. I must resign from my position at the clinic. Yəni nə etməliyəm? Öz pozisiyama görə çıxmalıyam. Effective 2 weeks from today. It has been an honor working with the team. Yəni bu timlə işləmək böyük bir şərəf idi. Nina danışır bunu. Baxırıq Nina Patel bəyə nə deyir? Patel bəyə demir ki, o digər klinikaya dərhal şəkildə transfer olunacaq. Xeyr, bu haqda məlumat yoxdur. Qısa məzuniyyət götürmür. Bu da yanlışdır. Qayıtmaq haqqında məlumat yoxdur. Bəli, onun sağlamlıq problemləri olduğuna görə çıxmalı olur. Bu ola bilər. She will continue working with reduced hours. Hə, işləyə bilər azaldılmış saatlarla. Xeyr, bu haqda məlumat yox idi. She accuses the clinic of unfair treatment, yəni yanlış, belə deyim, dürüst olmayan bir hərəkətinə, davranışına görə o təqsirlənir. Bu haqda da məlumat yox idi. Təbii ki, variantımız olacaq C variantı. Deməli, mətnimiz rahat idi, onlayn təhsil haqqındaydı. Gəlin bunların variantlarına baxaq. What is the one advantage of online learning? Müsbət cəhəti o idi ki, ancaq full-time tələbələrə aid deyildi. Only sözünü həmişə demişəm, ehtiyatlı olun, səhvdir. İnsanlara evdən oxumağa, təhsil almağa kömək edir. Bəli, B variantıdır. Bu haqda məlumat da yoxdur ki, ucuzdur və daha az effektivlidir. Xeyr. Təbii ki, internet tələb edir. Yəni, no sözü burada yanlışdır. Həmçinin də insanların müəllimlərə olan, belə deyim də, nə deyirlər ona, access. Access girişdir. Yəni, müəllimlərlə olan əlaqəsini limitləndirir, belə deyim. Bu da olmayacaq. Limit sözü yanlış idi burada. Variant B-dir. Why is online learning useful for people with jobs? Nəyə görə onlar üçün önəmlidir? Çünki onlar işdən sonra da işləyə bilərlər. Axşam saatlarına da qoşula bilərlər. Təbii ki, A variantıdır. Hər səhər qoşulmağa ehtiyac yoxdur, çünki onlayndır. Ənənəvi təhsildən sürətli idimi? Baxaq, bu haqda məlumat varmı? Ənənəvi təhsildən sürətli idimi? Sürətli demir, sadəcə deyir ki, daha rahatdır. Sürətli olduğu haqqında bizə məlumat vermir. Okay. Sonra növbəti hissəyə baxırsınız ki, sorry. Burada harda qaldıq? Onların imtahana verməyə ehtiyac yoxdur. Bu da yanlışdır. Ancaq həftə sonları aktiv ola bilir, uyğun ola bilir. Bu onlayn dərs xeyr. Bu da yanlış idi. İnsanların deyir, üzləşə biləcəyi problemlərdən biri nədir onlayn təhsildə? Problemlərdən biri odur ki, nə ola bilər? Too many teachers help them at once. Çox müəllimlər onlara kömək edə bilərlər və yaxud da difficulty staying focused and motivated. Çətinliyi odur ki, diqqəti toparlamaq və motivated olmaq. Gəlin, baxaq bu hissəyə. Disadvantage, despite. Baxaq. Bəzi insanlarda nə var? People, bəli, mənim şagirdlərimdə də olur. Diqqətlərini ona görə həmişə yoxlayıram. Some people find it difficult to concentrate at home and or manage their time well. Yəni, zaman idarə etməsində və diqqətlərini toparlamaqda çətinlik çəkirlər. Ona görə çox ehtimal ki, B variantı olacaq. Çünki dərslər qısa olur və yaxud da çox vaxtları gedir və yaxud da hər gün məktəbə getmədilər. Bu haqda məlumat yox idi. Yəni, yanlış variantdır. Ümumi onlayn təhsil haqqında ümumi fikir olsa nə deyə bilərik? Onun deyir ki, həm müsbət cəhəti var, həm çətinlikləri var. B-yə baxaq. It should replace traditional schools. Yaxşı olar ki, ənənəvi təhsillə əvəz olunsun. Yox, məncə belə bir fikir yox idi. Ancaq varlı tələbələr üçün də ancaq sözündən həmişə qaçın. İnsanlar öyrənməyə kömək etmir. Bu da yanlışdır.
və tamamilə faydasızdır. Bu da təbii ki, yanlışdır. Easy peasy question. Çünki həqiqətən də onlayn təhsilin müsbət, həmçinin də çətinlikləri, mənfi cəhətləri də var. Ona görə A variantıdır. Belə deyim ki, son zamanlarda onlayn dərslər daha effektivdir. Sadəcə hansı şagird ki, məsuliyyətsizdir, onda problemlər yarana bilir. 12-də which statements, bu arada dərs keçmək cəhətdən əyani dərsdənsə onlayn dərs idarə etmək həqiqətən də çətindir. 12-yə baxsaq, which statements are true according to the passage. Hansı doğrudur? Online learning is always easier than traditional classroom. Həmişə deyir ki, ənənəvi dərsdən asandır. Xeyr, bu haqda məlumat yoxdur. Dediyim kimi, əksinə çətindir məncə. Students don't need to manage. Onların vaxtlarını idarə etməyə ehtiyac yoxdur. Xeyr, daha çox ehtiyac var. Online learning allows people who live far from school to continue their education. Bəli, uzaqda olan tələbələrə kömək olur onlayn dərslər. Həmçinin də müəllimlərin bir şans verir ki, müəllimlərin materialları bütün dünya üzərində yayıla bilsin. Yəni bu şansı tələbələrə verir. Baxıram 13-ə uşaqlar artıq keçid elədik, belə deyim, qrammatika suallarına. Many cotton clothes, clothes cəmdir, many sayılanla işlənir, cəmlə işlənir, doğru. Much petrol stations, much sayılan cəmlə işlənməz, yanlış. Muchdan sonra sayılmayan isim işlənər, doğru. Many'dən sonra sayılan cəm işlənməlidir, yanlış. Variantım olacaq dəniz variantı, D variantı. Növbətiyə baxıram. Tom has got 2 cars. Tomun 2 dənə maşını var. Mən şagirdlərimə həmişə demişəm, söhbət 2 əşyadan gedirsə, ağlınıza boss gəlsin, ayda gəlsin və nayda gəlsin. Buna xüsusi diqqət. All 3 və daha artıq əşyaya aiddir. Everydən sonra of gəlməz, ona görə 5-i çıxırsan. Və mən sənə öyrətmişəm ki, əziz şagird, boss of them-in xəbəri hər zaman cəm olur. Bu da yanlışdır. İkisindən biri qırmızıdır, heç biri qırmızı deyil mənasında. 2-4-ü götürəcəksən, C variantı. 15-ci sual relative pronouna aiddir. Relative gedər, bu relativedir. Baxaq görək necə tapırıq bunu. Deməli, mən də şagirdlərə öyrətmişəm ki, burada hər zaman fikir ver ki, xəbərlər uzlaşır özündən bağlacıdan əvvəlki və yaxud da əvəzlikdən əvvəlki sözlə. Things cəm olduğuna görə sən avtomatik nə edəcəksən? Xəbəri cəmləri götürəcəksən. Xəbər təkləri 3-ü çıxacaqsan, 5-i çıxacaqsan və things cansız olduğuna görə that götürəcəksən və that-i hər zaman which əvəz eləyib 1 və 4-ü götürəcəksən, Y variantı. Nəyə görə 2 olmadı? Çünki what-dan əvvəl xəbər olmalıdır ki, biz bunu bağlayıcı əvəzlik kimi götürək. What nisbə əvəzlik deyildir, uşaqlar. 16-ya baxıram. I had ever known mənim açar sözümdür. Avtomatik bilirəm ki, üstünlük dərəcəsidir. Jack was the most intelligent götürəcəksiniz, D variantı. Yəni, A-nı götürən avtomatik səhv edib, çünki bu sifətdir, ismə aid olduğundan bildik. Mütləq şəkildə the article işlənməlidir. 17-ci sualda yerlikal istəyir bizdən. Oğlanın əlləri çox çirkli idi, doğru. Yeni otaq nə idi? Geniş və işıqlı idi. Burada sifət gəldiyinə görə yanlışdır. 2-ni çıx. Let us heç vaxt yerlikal deyil. 3-ü çıx. 6 günün səyahəti möhtəşəm idi. 4-ü deyə bilərsən. Burada isim gəlib, doğru. 6-dan sonraki sözümüz cəmlənib, doğru. Maria neynir? Öz çətrini axtarır. Burada izdir. Səbəb ona görə deyil ki, lookingdən sonra sən başqa bir feil burada görmürsən. Variantın olacaq A variantı. 18-ci sualda maraqlı suallardan biridir və biz fikir veririk ki, burada nəyə? Mostdan sonra birbaşa ismimiz işlənibsə, bu deməli əvəzlikdir, əksər mənasını verir, D artiklı ilə işlənməz. Üstünlük dərəcəsidir, çünki özündən sonra çox hecalı sifət gəlib mostdan sonra. D artiklı mütləq işlənməlidir. Təbii ki, dünya ilə də D artiklı işlənir, variant olacaq D variantı. Sayılmayan isimləri tapın deyir, sayılanları biz buradan çıxmalıyıq, gəlin çıxaq. Deməli, burada tiger sayılır, P sayılır, gate darvaza sayılır, storm qasırğa sayılır. İstisna deməyim də, qarışdırılır ki, qasırğa sözü bəlkə sayılmayan olsun, amma təbii ki, stormdur, winddir, bu sözlər sayılırlar uşaqlar. Variant olacaq B variantı. 20-ci suala baxıram. 20-də xəbər, bu da çox gözəl və 100% burada nə qədər şagird səhv eləyib, hamısının ahnaləsini almışam. They was in the house deyirsən, mən bu tipdə testi həmişə şagirdlərə ünvanlayıb deyirəm ki, diqqətli olursunuz. Bu haqda izah da eləmişəm YouTube-da. They was deyirsə, xəbər təkdirsə, deməli özündən sonra təksim gəlməlidir. Yəni, sən avtomatik burada police cəmi çıx, pieces, some pieces deyir çıx. Sən furniture-yə görə çaşa bilərsən, amma ofdan əvvəldən uzlaşdırmalısan, dəyərli şagird.
Sonra no people'da da no-dan sonra yeganə no yadda saxlayın. İnkar əvəzli idi ki, özündən sonra cəm isim gəlsə xəbər də cəm olmalıdır. 4-də çıxırsan, cavab olacaq 1 və 2 Y variantı. Növbəti isə bu çox gözəl suallardan biridir. Burada da çaşa bilərsiniz. Yadda saxlayın, hardly sözüdür. Sonra highly sözüdür. Bunlar heç vaxt dərəcələnmirlər uşaqlar. Mütləq şəkildə yadda saxlayırsınız. Yaxşı? Yadda saxlayın. Ona görə biri çıxacaqsınız. Much harder olar. Muchdan sonra müqayisə gəlir. Doğrudur. Muchdan sonra müqayisə gəlir. Düzdür. Çox hecalı gəlib. Doğrudur. Muchdan sonra adi dərəcə sifət yox. Much more beautiful olmalıdır. Yanlışdır. Most slowly. Elva şəkildisindən görürsən ki, bu zərfdir. Zərf heç vaxt ismə aid deyil. Ona görə the article ilə işlənməz. Bu da yanlışdır. Variant oldu. A variantı. Öyrədici suallardan biri idi. 22-ci sualda sinonimlərin siyahısını tap deyirsə, tired, excited, yorğun, həyəcanlı olmaz. Qayğısına qalmaq, iştirak etmək olmaz. Qaranlıq, parlaq olmaz, antonimdir. Tənbəl, bacarıqlı olmaz. Dull, boring nədir? Sıxıcı deməkdir. 20-ci suala baxsam, 23-cü sual, maraqlı suallardandır. Deməli, ini gördüm, deməli burada üstünlük dərəcəsi olmalıdır 1. Üstünlük olmayanları çıxdın. Çıxdın. Sonra burada ismin var deyə bilirsən ki, sifətdir. Mütləq şəkildə the article olmalıdır. Burada nəyə fikir verirsiniz uşaqlar? Sonu er ilə bitən sifətlərin dərəcələnməsi həmişə şəkilçi ilə olur. The cleverest deyəcəksən. Yaxşı? The most cleverest, yəni most est heç bir zaman olmaz dəyərli şagirdlər. Ona görə diqqət edirsiniz. 24-cü sualda maçı çox vaxt şagirdlər çaşdırır deyə artıq bir neçənci dəfədir ki, maçı çalmışam. Çünki dimdə də çox görmüşük bu tip sualları. Deyir ki, mən indi ingilis dilini daha yaxşı başa düşürəm. Deməli, başa düşürəm sözü olduğuna görə burada nə olmalıdır uşaqlar? Zərf olmalıdır, adverb olmalıdır. Yəni, sən avtomatik sifəti çıx burada B variantını. Maçı gördünsə nə yazmalısan? Təbii ki, müqayisə dərəcəsində olan nə yazmalısan? Zərf yazmalısan. Müqayisə dərəcəsində olmayan will-i çıxacam. Easier sifətdir, sifəti çıxacam. Better ilə easily arasında qalıram, düzdür? Much easily nəyə görə olmaz? Çünki easily adi dərəcədir. Doğru olması üçün nə yazmalıydım? Much more easily sözünü yazmalıydım. Bu da yanlışdır. Variantımız olacaq Y variantı. Və 25-ci sonuncu sualımız. Bu da çox maraqlı suallardan biridir. Şərtdə bizə deyir ki, səhv fikri tap, düzdür? Səhv fikri tap deyirsə, fikir verəcəksən nəyə? A few slices of pea deyir. Yəni, burada fikir verəcəksən ki, a few özündən sonra sayılan cəm tələb edir. Cəm olmalıdır. Biri yanlışdır. A few cups of coffee. Yəni, burada wrong sözünə fikir verin. Yaxşı, yanlış deyir. A few'dan sonra sayılan isim gəlir. Cəm gəlib. A few cups of coffee doğrudur. Bir ikini çıxırsan. A little'dan sonra az mənasında yadda saxla ki, of-dan əvvəl little, a little işlənirsə, az mənasında işlənməyəcək, balaca mənasında işlənəcək. Burada da balaca mənasındadır. Sadəcə pieces sifət kimi işləndiyinə görə artıq burada article devrəyə girir. Pieces cəm olduğuna görə uşaqlar A artiklı olmamalıydı. Ona görə 3-ü də götürürük. A little hand soap-a baxacam. A little-dan sonra sayılmayan isim gəlir. Bəli, doğrudur. Yəni 4-də bizdə doğru variant olacaq. Səhv fikir olduğuna görə biz 1 və 3-ü götürəcəyik. Növbəti sualımız essedir şagirdlər. Burada da artıq hər biriniz öz fikirlərinizi bildirməlisiniz. Ya hər birini indiki zamanda yazmalısınız. Yaxşı olar ki, burada ardıcıl hərəkət olduğuna görə keçmiş zamanda da yaza bilərsiniz. Zaman uzlaşması, mübtəda xəbər uzlaşması, linking words-lərin istifadəsi çox önəmlidir. Yəni, bu yazılmadığı halda biz bu essedən tam bal ala bilmərik. Yaxşı, diqqətli şəkildə esse yazmağınız lazımdır. Çünki bildiyimiz kimi esse 11-lər kimi deyil, bizə 16.75 bal verir. Mütləq şəkildə praktik eləməyi unutmayın. İnşallah ki, izahlarımın hər birinin sizə faydası oldu. Nə fikriniz varsa, nə düşüncələriniz varsa, başa düşmədiyiniz nüanslar varsa, çəkinmədən komment bölməsinə bildirə bilərsiniz. Biraz çaşdırıcı suallar qrammatikada var idi, amma olsun. Həqiqətən mənə haqq verərsiniz ki, son zamanlarda qrammatika çətinləşir. Xüsusilə də 9-lardakı, yəni bu tipdə imtahanda görmüşdük. Yəni 11-lərlə demək olar eyni səviyyədə düşmüşdü. Ona görə demotivasiya olmursunuz, səhvlərinizdən nəticə çıxardırsınız. Hər birinizə uğurlar arzulayıram. Yəqin ki, saat 1 tamamda bu izah paylaşılacaq. Gözəl xəbərlərinizi gözləyəcəm inşallah. Sağ olun, take care.